Mövzumuz dünyanın kənd təsərrüfatı coğrafiyasıdır. Qəbul imtahanlarına daima düşən sual tipləri var bu mövzulardan. Dünyanın kənd təsərrüfatı coğrafiyası haqqında ilkin gələk bu görək bu kənd təsərrüfatı nədir? Yəni bu nədən ibarətdir? Ümumiyyətlə kənd təsərrüfatı ən qədim yayılan və yaranan və geniş yayılan sahədir. Dünyada ümumiyyətlə bütün ölkələrdə kənd təsərrüfatı inkişaf edib. Ya az, ya çox, yəni var. Hər ölkədə demək olar kənd təsərrüfatı var. Bunun iki əsas tipi var. Bir əmtəlik, belədir. Bir də ki, istehlak. Yəni əmtəlik bir var ki, saatlıq təsərrüfatı. Yəni hər hansı bir məhsulu əkin sahəsinin belə deyək, məhsulun və yaxud da hər hansı bir heyvan növlərini belə deyək də yetişdirib satmaq məqsədi ilə, ondan pul qazanmaq məqsədi ilə belə deyək də yetişdirirlər. Bu əmtəlikdir. Yəni satlıqdır. Həm onun tutaq ki, südündən, ətindən, nə bilim, qoyunun məsələn yunundan. Bax bu sahələrdən belə deyək də pul qazanırlar. Bu inkişaf etmiş ölkələrdə xasdır. Çünki yüksək texnologiya, inkişaf etmiş belə deyək də elmi texnoloji inqilab bu ölkələrdə həmin bu kənd təsərrüfatına da böyük ölçüdə təsir eləmişdir. İstehlak nədir? İstehlak isə yəni mən əkinçilik və yaxud da heyvandarlıq sahəsində istehlakıma görə mən belə deyək bunları neynirəm? Saxlayıram. Bu belə deyək də sahə ilə məşğul oluram. Bu da əsasən inkişaf etməkdə olan ölkələr üçün xas olan bir xüsusiyyətdir. İnkişaf etməkdə olan inkişaf etmiş ölkələr üçün belə deyək də kənd təsərrüfatının yüksək əmtəlik yəni ki, tipi səciyyəvidir. Burada kənd təsərrüfatının aqrobiznes formasıdır. Yəni kənd təsərrüfatından artıq biznes qurur. Aqrobiznesdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, nə bilim, anbarlarda saxlanılması, daşınılması, satışı, yəni bu işlərlə məşğul olan bir özəl təsərrüfatdır aqrobiznes. Amma inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı yenə deyirəm də istehlak tiplidir. Çotanlı əkinçilik, qışlı əkinçilik burada həyata keçirilir. Aqrosənaye kompleksi nədir? Aqrosənaye kompleksi ümumiyyətlə müəyyən bir neçə sahə var ki, məsələn ərzaq məhsullarıdır, gündəlik tələbat ödəyən sahələr var ki, onlar aqrosənaye kompleksi yaradır. Aqrosənaye kompleksinə ilə bitkiçilikdir, heyvandarlıqdır, yeyinti sənayesidir, bunlar daxildir. Burada əsasən necə olur? Yəni həm kənd təsərrüfatına xidmət edən sahələr, həm də ki, digər belə deyək də kənd təsərrüfatı belə deyək müəssisələri birlikdə istehsal eləyir və satışa çıxarırlar. Yəni aqrosənaye kompleksi bir neçə kənd təsərrüfatı məhsullarının öz məhsullarını birlikdə istehsal etməsi və satışı əsaslanır. İndi isə burada görürsüz təbii ki, kənd təsərrüfatı sahələrinin müxtəlif növləridir. Burada belə deyək də şəkildə görsənir. Kənd təsərrüfatının yenə ən qədim və başlıca sahəsindən biridir. Dünyada təxminən 1,1 milyard yəni fəal əhalinin yarısı bu sahədə çalışır. Kənd təsərrüfatında çalışanların belə deyək də yəni ölkələr üzrə müxtəlifdir. Məsələn, Qərbi Avropada iqtisadi fəal əhalinin cəmi 9%, Şimali Amerikada 6%, inkişaf etməkdə olan ölkələrdə isə 70-80%-dir. Azərbaycan arasında isə 3/1. Yəni fikir verin, Qərbi Avropa, ABŞ-da kənd təsərrüfatı sahəsində çalışanların sayı demək olar ki, çox azdır. Var amma deyə bilərsiniz, ay müəllim, nətər olur bu kənd təsərrüfatı orada yüksək inkişaf eləyir. O, belə deyək, yüksək texnologiyalardan tətbiq eləyirlər. Yüksək verimli məhsuldar belə deyək, sortlardan istifadə edirlər. Bu belə deyək də inqilabi bir belə deyək də yenilik eləyirlər ki, bunlar yəni bu kənd təsərrüfatı məhsullarında da öndə çıxırlar. Ancaq inkişaf etməkdə olan ölkələrdə 70-80%-ə yaxındır. Azərbaycanda 1/3 kənd təsərrüfatında çalışır, təsəvvür eləyin. Kənd təsərrüfatının inkişafı var, bir intensiv və ekstensiv. Bax mən dediyim yol bayaq dediyim budur ki, yəni intensiv yol odur ki, heç bir sahə artırmadan, heç bir malın sayını artırmadan, yəni belə deyək, aqroqulluq, kimyalaşdırma, mexanikiləşdirmə, suvarma, meliorasiya və sair belə deyək də aqroqulluq etməklə yeni sortlar belə deyək gətirməklə həmin intensiv kənd təsərrüfatının inkişafıdır.
Bu da hansı ölkələrə xasdır? İnkişaf etmiş ölkələrə. Və yaxud da dedik ki, intensiv yol, yəni kənd təsərrüfatının yüksək inkişafı burada aqroqulluğun yeni sortların yaradılması, məhsuldar sortların yaradılması, yəni elə kimyalaşdırma ilə və yaxud da digər vasitələrlə düzgün suvarma sistemlərinin olması, mexanikiləşdirilmə, avtomatlaşdırılma, bax bunların olması intensiv yoldur. Yəni burada sən hər hansı bir ərazini və yaxud da malların sayını artırmırsan. Sadəcə yeni sort edirsən, o sort o qədər məhsuldar olur ki, həm pendiri və yaxud da ki, nə bilim, və yaxud da buğdan baxımından məsələn hər sahədə yüksək verimli belə deyək, sahə olur və məhsuldarlıq olur. Ekstensiv yol isə nədir? Otlaqların, əkin sahələrinin, heyvanların, kənd təsərrüfatı müəssisələrinin sayını artırmaqla belə deyək, bu artma nail olunur, inkişaf edir. Bu da ekstensiv yolda inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Deməli, 1930-cu illərdə ABŞ-da, Böyük Britaniyada, yenə inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı Yaşıl İnqilab adlı bir layihə başlatdılar. Bu Yaşıl İnqilab yüksək məhsuldarlığa malik olan taxıl sortlarının əkilməsi. Yəni belə bir sözlə deyim ki, yəni məhsuldarlığı artırmaq üçün bitkilərə əlavə belə deyək də, yeni sortların yaradılması, yeni dərman preparatlarının istifadə, yəni kimyəvi yolla belə deyək də daha çox və aqrotexniki qulluq olmaqla yüksək verimli, yüksək məhsuldar, həmin o sahələrdə yüksək məhsuldar belə deyək, məhsuldarlığa çatdılar. 1980-ci ildə isə kənd təsərrüfatının inkişafı biotexnoloji inqilab dövrünə başladı. Bu da əsasən bitkilərin təbii şəraitindən asılılığının azaltmasıdır. Yenə deyirəm, o geni modifikasiya olmuş, indi burada qeyd olunub, o bitkilər demək olar ki, təbiətdən çox asılılığı azdır. Çünki çox güclü bir məhsuldarlığı var, güclü bitkilərdir, zərif bitkilər deyil. Yəni zərərvericilər təsir eləmir. Qulluq edənlər orada məsələn çox məhsuldarlıqda çox olur, ancaq yenə də deyirəm də tərkibində kimyəvi maddələr var, çünki geni modifikasiya olunub. İndi hazırda kənd təsərrüfatı yenə də iki istiqamətdə inkişaf edir. Birinci istiqamət orqanikdir, yəni üzvüdür. Burada kənd təsərrüfatı məhsullarına heç bir belə deyək də kimyəvi bir maddə istifadə olunmur. Yəni nə süni gübrə, nə kimyəvi maddələr, bunlardan heç birindən istifadə olunmur. Bunlar məsələn növbəli əkin sistemi gözlənilir. Yəni bir il əkirlər, digər il məsələn otluq edirlər, yenə o birisi il əkirlər, növbəli əkin. Torpağı gübrə kimi tullantılardan, yəni təbii belə deyək də gübrələrdən, təbii məhsullardan istifadə edirlər. Bitki tullantıları, mal peyinləri. Ancaq bunlarda müəyyən tədbirlər görürlər, ancaq zərərvericilərə qarşı çox həssasdır bu bitkilər. Çünki bura hər hansı bir kimyəvi qatqı yoxdur, yəni orijinaldır, təbiidir. Avropa İttifaqına daxil olan 90-cı illərdən etibarən sağlam qida təminatı ilə bağlı orqanik əkinçiliklərdən istifadə edirlər. Bu məhsullardan ən çox Almaniya və Avstriya daha çox fərqlənir istifadə eləmək üçün. Təbii ki, bu orqanik məhsullar deyə bilərsiniz, ay müəllim, ucuzdur? Yox, təbii ki, ucuz deyil. Bunlar o qədər qulluq olunur ki və çox həssas məhsullar olduğu üçün həm məhsuldarlığı aşağıdır, ekoloji cəhətdən təmizdir və qiymətləri də çox yüksəkdir. Bunu yadımızda saxlayaq. İnkişaf etməkdə olan ölkə əksəriyyəti orqanik kənd təsərrüfatını becərir. Almaniya, Avstriya xüsusilə də fərqlənir. Sonra ikinci istiqamətə baxsaq, yeni modifikasiya olunmuş məhsullar. Bu dedik yenə burada geni dəyişdirilir, yeni orqanizmlər yaradılır. Məsələn, əvvəllər normal belə deyək də pomidor müəyyən normal boyutlarda idi. İndi baxırsan, görürsən adamın belə deyək də başı boyda belə deyək də pomidorlar var. Belə şey olması, yəni çox böyükdür. Çünki onu müxtəlif dərman preparatları vasitəsilə, ondan sonra geni modifikasiya etmiş belə deyək də məhlullar əsasında belə deyək şişirdilir və böyük bir, ancaq açıb onu məsələn yeyəndə baxırsan, görürsən ancaq sudur. Ancaq belə deyək dərmanın dadı gəlir. Bax belə bir şeydir bu geni modifikasiya olunmuş məhsullar. Sonra 1983-cü ildə ABŞ-da soya, qarğıdalı, xiyar, pomidor, kartof, boranı kimi bitkilərdə artıq 1983-cü ildə ABŞ-dan başladılar
bu təcrübələr apardılar. Təbii ki, laboratoriya şəraitində aparırlar, sonra isə satışa buraxırlar. 94-cü ildə artıq bu məhsullar artıq satışa çıxdı. Əkin sahələri ilk müqayisədə 36 dəfə son dövrlərdə artmışdı. Çünki sərf eləyir də, məsələn, zəif əkin məhsuldarlığı da yüksək olur. Məhsulun məsələn hər hansı bir məhsulun həcmi də böyük olur, yüksək olur. Bu da təbii ki, qazanc verir. Kilo çox gəlir və nəticədə biraz da artırırlar. Elmi texniki nailiyyətdən belə deyək də, kənd təsərrüfatında yüksəkliyinə baxmayaraq kənd təsərrüfatının təbiətdən asılılığı qalmaqdadır. Yəni nə qədər biz texnologiyanı inkişaf elətdirsək də, təbiətdən asılıdır kənd təsərrüfatı. Çünki iqlimi, ot ehtiyatı və yaxud da digər çox şeylər saymaq olar ki, bunlar sırf kənd təsərrüfatından asılıdır. Elə məsələn, təbii şəraitdən elə bax ixtisaslaşması, yerləşməsi, səmərəliliyi, məhsuldarlığı, yəni torpağın özündən də asılıdır. Torpaq məhsuldar olsa, nə qədər məhsuldarlığı az olsa, nə qədər də belə deyək də qulluq eləyəsən, yenə məhsuldarlıq az olacaq. Belə. Sonra yaşıl inqilab belə deyək də xırda təsərrüfatlara az tətbiq olunur. Bunu yadınızda saxlayın. Yaşıl inqilab daha böyük təsərrüfat sahələrində olur. Geni modifikasiya olunmuş ölkələr var. Məsələn, fikir verin. Yəni bu məhsulları ixrac edən, istehsal edən, məsələn, ABŞ-dır, Kanadadır, Meksikadır, Latın Amerikası ölkələrindən Braziliya, Argentina kimi, Boliviya kimi ölkələr, Avstraliya, burada Misir, Sudan, Car, Çin, Hindistan, Pakistan kimi ərazilərdir ki, İspaniya kimi bəzi ölkələrdir, Rumıniya kimi ölkələrdir ki, bunlar neynir? Əsasən yaşlı belə deyək də, gen modifikasiya olunmuş istehsal edən ölkələrdir. Deməli, təbii ilkin şəraitə aiddir. Kənd təsərrüfatına əsas olan torpaq resurslarıdır. Aqroiqlim resurslarıdır. Torpağın münbütlüyüdür, heyvandarlığın yem bazası olmasıdır. Yəni bu şərtlər təbiətin ilkin şəraitidir. Bunlar təbiətin ilkin şəraitdə bunlar bizə təqdim elədikdir. Kənd təsərrüfatına olan torpaqlar, aqroiqlim resursları, işıqdır, havanın temperaturu, təbii mühit, münbit torpaq, heyvandarlıq üçün yem bazası. Bəs dünya torpaq fondunun tiplərinə hansılar ayrılır? Məsələn, becərilən torpaqlar 11%-dir. Təbii ot biçənəklər 26%-dir. Meşə kolluqlar 32%-dir. Yararsız torpaqlar 28%-dir. Yaşayış məskənləri isə 3%, yəni yaşayış məskənləri altında qalan torpaqlardır. Deməli, kənd təsərrüfatı 2 sahəyə bölünür. Bitkiçilik, əkinçilik, bir də heyvandarlıq sahəsidir. Deməli, aqrotexniki qaydalarda elmi nailiyyətlərdən istifadə edənlər yadınızda saxlayın. Həmişə inkişaf etmiş ölkələri seçirsiniz. Avropa ölkələri, Şimali Amerika, Avstraliya, Yeni Zelandiya kimi bunlar ona görə də məhsulun dəyərinə görə də belə deyək, heyvandarlıq məhsuldarlığına görə də nədir? Üstündür. Sonra təbii şəraitlə bağlı olaraq quraq iqlim, az məhsuldarlıq, bəzi inkişaf etməkdə olan ölkələr var ki, bax bunlar üçündür. Yəni təbii şəraitdə təsir edir, quraqdır. Az məhsuldarlıq torpaq da var. Yaxın və Orta Şərq Uruqvaydır, məsələn, bunlardır. Asiya ölkələri. Bax bunlar heyvandarlıq burada çox aşağıdır və iqlim də təbii ki, təsir edir. Deməli, inkişaf etməkdə olan ölkələrdən əksəriyyətində bitkiçilik üstündür. İnkişaf etmiş ölkələrdə isə Yaponiya, İspaniya, Portuqaliya, Yunanistan bitkiçilik, məsələn, Yaponiyada çəltik, digərləri sitrus meyvəçiliyi var. Üzüm, nə bilim, portağal və s. inkişaf etməkdə olan ölkələrdən söhbət gedir. Ancaq inkişaf etməkdə olan ölkələr bitkiçilikdir. İnkişaf etmiş ölkələrdən də bu ölkələr, yəni Yaponiya, İspaniya, Portuqaliya, Yunanistan kimi ölkələr də bitkiçiliyi əsas yer tutur. Sonra aqro münasibətlər var. Bunları demək, inkişaf etmiş ölkələrdə torpağın böyük bir hissəsi iri sahibkarlarda olur. Yəni fermerlərdə və yaxud da ki, hər hansı bir torpaq sahiblərində olur. Dövlət özü də iri torpaq sahibkarıdır. Lakin demək olar ki, Latın Amerikası ölkələrində torpaq fondunun bir hissəsi iri torpaq mülkiyyətçilərinin əlindədir. Yəni dövlət öz torpağını, yəni torpaq sahibidir təbii ki, bunu iri torpaq mülkiyyətçilərinə verir. Yəni məsələn kirayə verir sahibkarlara və onlar onu əkir, ondan məhsuldarlığını satır, dövlətə də müəyyən vergi verir. Buna latifundistlər də deyirlər belə.
Şərqi Avropa, Asiyanın bir çox ölkələrində yeni formaları var. Məsələn, sahibkarlığın, belə deyək, icarədar, kooperativ, bir də fermer də adlanır, yadınızda saxlayın. Bir də inkişaf etmiş ölkələrdə ixtisaslaşmış sahə çoxdur. İstər bitkiçilik, istərsə də heyvandarlıq. Bu polikultur təsərrüfatdır. Poli çox deməkdir, kulturda təsərrüfat. Yəni kənd təsərrüfatının çox sahəsi inkişaf edib, tək bir sahəsi inkişaf etməyib. Ancaq inkişaf etməkdə olan ölkələrdə isə 1-2 sahə ilə, məsələn, monokulturdur. Yəni yalnız məsələn çəltikçilik var və yaxud da yalnız belə deyək, buğda taxıl sahəsində inkişaf edib. Ancaq inkişaf etmiş ölkələrdə bütün sahələr də kənd təsərrüfatının bütün sahələri inkişaf etmişdir. Gəldi bitkiçilik coğrafiyasına. Burada suvarılan, bir də suvarılmayan var təbii ki. Suvarılmayan əkinçilik, suvarılan əkinçilik daha doğrusu tropikdə, subtropikdə, mülayim enişlərdə, quru iqlim şəraitlərində yaranır. Əkinçilikdən başlıca olaraq dənli bitkilər, texniki bitkilər, tərəvətçilik, kartof, meyvəçilik, əkinçilik istehsal olunan məhsulun əsas hissəsi bir illik bitkilərdir, yadınızda saxlayın. Taxıl bitkilər dünyanın kənd təsərrüfatının əsasını təşkil edir. Demək olar ki, bütün ölkələrdə var. Deməli, Şimali Amerikadır, Avstraliyadır, Argentinada taxıl istehsalı iri demək, seyrək məhsullaşmış ərazilərdə isə az olur. Avropada demək olar ki, torpaq resursları yüksək intensivli, belə deyək də, intensiv şəkildə bu taxıl istehsalı üçün fərqlənir. Taxılların məsələn 80% buğdadır, çəltikdir, qarğıdalını təşkil eləyir. Gəlin buğda belə deyək, əkinlərinə baxaq. Buğda əkinləri əsasən dünyanın əhali yarısı üçün ərzaq bitkisi taxıl, buğdadır. 70-dən çox ölkədə becərilir. Belə deyək də, aqroiqlim şəraitinə az tələbkardır. Yəni bu çox da qulluğa tələb eləmir. Dağlıq ərazilərdə, dağ ətəyi ərazilərdə, düzənlik ərazilərdə, tropik və mülayim qurşaqda becərilən, əsasən meşə çöl zonalarında daha məhsuldardır. Bəs əsas əkin rayonları hansılardır? ABŞ-dır, Kanadadır. ABŞ-ın Kanadanın prerilərində, yəni çöl zonalarında. Sonra mərkəzi və böyük düzənlik ərazilərində. Argentinada, La Plata ovalığında. Rusiyada steplərində. Sonra Argentinada da yadınızda saxlayın, Cənubi Amerikada da pampalardır. Çöl deməkdir. Bu stepdir, pampadır, preridir. Avstraliyada, Qazaxıstanda, Ukraynada, sonra Çində, sonra əlavə məsələn deyə bilərik Türkiyədə, fikir verin. Bunlar bu ölkələr fikir verin, daşınma istiqamətinə də baxın. Ən çox Yaponiyadır daşınma istiqaməti, sonra Avropadır. Bəzi Afrika ölkələridir ki, buralarda daşınma istiqaməti olur buğda əkinləri. Sonra əsas istehsalçıları Çin, ABŞ, Hindistan, Rusiya, Fransa, Kanada, Avstriya, Ukrayna, Qazaxıstan, Argentina, Türkiyədir. Ən iri ixracatçılar, yəni daha çox ixracat edənlər ABŞ-dır, Kanadadır, Avstraliyadır, Fransadır, Argentinadır. Əsas idxalçıları alanlar kimlərdir? Afrika ölkələridir, Asiya ölkələridir, Latin Amerikası ölkələridir. Ərzaq məqsədi ilə alırlar. Qərbi Avropadır, Yaponiyadır. Bunlar isə yem məqsədi ilə daha çox alırlar. Sonra çəltik, bu da belə deyək də, düyüdür bizim dildə desək, düyü vətəni əsasən Asiya ölkələridir. 9%-u əsasən Asiyanın payına düşür. Tropik və musson subtropik bitkisidir. Yəni tropik və musson subtropiklərinin bitkisidir. İstiyə, rütubətə, belə deyək, gilli torpağa, hamar relyefə tələbkardır. Daha çox əmək tutumludur, çünki bunların əkilməsi və yaxud da ki, yığılması qulluğu. Əkin sahələri buğdaya nisbətən 2 dəfə azdır, çünki bir regiondadır. 2 dəfə məhsul götürmək əsas olur, yəni bunu 2 dəfə əkirlər, elə əsas buğda yığımı ilə təxminən eyni olur. Ən iri istehsalçıları da Çindir, sonra Yaponiyadır, Hindistandır, Banqladeşdir, Myanmardır, Taylanddır, Vyetnamdır, İndoneziyadır. Bax, bu ölkələrdir. Çəltik həm belə deyək də, istehsal elədiyi ölkələr, həm də onun istehlakçılarıdır. Yəni əhali də burada təbii ki, çoxdur. Əhalinin özü də istehlak edir.
Və iri ixracatçıları ilə Tayland, Vyetnam, Myanmar, əsas idxalçıları isə Banqladeş, belə deyim, Malayziya və Sinqapur kimi ölkələrdir. Deməli, dünyanın ən əsas çəltik əkinləri Yaponiya, Çin, Banqladeş, Hindistan, Myanmar, belə deyim, Tayland, Vyetnam və İndoneziyadır. Qarğıdalı. Qarğıdalın vətəni əsasən Mərkəzi Amerikadır. ABŞ-ın 1/3 Latın Amerikasını isə əsasən bu Argentina, Braziliya, Meksika əkir və bununla yanaşı qarğıdalı əkinləri Asiyada da var. Məsələn, Yaponiyada, Çində, Hindistanda, Kiçik Asiyada, Afrikada, Misir, Carda, Avropada, Cənub və Cənub-Şərqində. Fikir verin, burada məsələn Böyük Britaniya, Niderland, Almaniya kimi ölkələrində belə deyək adları var. Əsas ixracatçıları ABŞ, Argentinadır, Cardır, Avropa ölkələri Böyük Britaniya, Almaniya, Niderland, Yaponiya, Afrikada hələ də demək olar ki, bir sıra ölkələrin əsas qidasıdır bu qarğıdalı. Ərzaq kasıb olan ölkələr əsasən belə deyək də, qarğıdalını, buğdanı ərzaq kimi istifadə edirlər. Qarğıdal. Yenə inkişaf etmiş ölkələr isə yem kimi istifadə edir. Bunu yadda saxlayın. Texniki bitkilər var, dedik. Sənaye üçün xam mal istifadə edilən bitkilərdir. Texniki bitkilər lifli, pambıq, kətan, nə bilim, cut, şəkərli, şəkər qamışı, şəkər çuğunduru, yağlı, günəbaxan soya, arxis, raps, sonra kauçuk, heveya, dərman bitkilər və sairədən ibarətdir. Əsasən keçmişdən cənub ölkələrində şəkər qamışı, pambıq, cut, heveya, çay, qəhvə kimi müstəmləkə bitkiləri də deyilən bir şey, belə bitki növləridir ki, bunlar burada yetişdirilirdi. Belə deyək də, texniki bitkilər bir çoxundan demək 2 məqsəddə istifadə edirlər. Pambıq, kətan, həm də lifli, həm də yağlı bitkilərdir bunlar. Məsələn, mülayim qurşaqda yerləşən bitkilər, yəni burada olan bitkilər günəbaxandır, kartofdur, kətandır, şəkər çuğundurdur. Bunu yadınızda saxlayın. Bu bitkiləri mülayim qurşaqda yerləşən bitkilərin ölkələrdə axtarın. Da gəlib siz İndoneziyada, nə bilim, Kolumbiyada axtarmayın. Hindistanda bəlkə bir hissəsində düşər, ancaq Hindistanda da əsasən şəkər qamışı daha çoxdur. Yəni əsasən mülayim qurşaqda axtarın. Tropik və subtropik qurşaqda isə belə deyək də, bitkiləri əsasən qəhvədir, kakaodur, çaydır, şəkər qamışıdır, heveyadır. Bax, bunlara baxın. Subtropik qurşağın bitkiləri Aralıq dənizində isə bu rütubətli iqlimə malik olan zeytun, limon, portağal, üzüm və s. daxildir. Pambıq həm tropikdə, həm subtropik enliklərdə, quraq iqlimdə belə deyək, becərilir. Tropik və subtropikin quraq iqlimində. Şəkər qamışı plantasiyaları əsasən Latın Amerikası ölkələrində. Bax, fikir verin. Kolumbiya, Kuba, Meksika, ABŞ, Braziliya, İndoneziya, Avstraliya, Hindistan, Pakistan, Çin əsasən bu ölkələrdə. İxracatçılar da elə Braziliyadır, Kubadır, Avstraliyadır. İdxalçılar Avropa ölkələri, ən çox bu ölkələrdir. Yaponiya, Avropa ölkələri, ABŞ. Sonra şəkər çuğunduru. Şəkər çuğunduru əsasən mülayim enliyin bitkisidir. Əsasən Fransadır, Ukraynada, ABŞ-dır, Almaniyadır, Rusiyadır, Çindir, İtaliyadır, Polşadır, Türkiyədir. Əsasən şəkər çuğunduru belə deyək də, xarici ticarəti çox zəifdir. Həm daxili bazara xidmət edir. Şəkər qamışıda həm şəkər çuğunduru becərən ölkə var ki, çünki ikisi də bu qurşaqda yerləşir. ABŞ-la belə deyək, Çindir. Həm şəkər çuğunduru, həm də şəkər qamışı becərən ölkədir. Həm Çin, həm ABŞ, yadınızda saxlayın. Deməli, şəkər çuğunduru mülayim enliklərdə axtaracaqsınız. Fransa, Almaniya, İtaliya, Türkiyə, Ukrayna, Polşa, Rusiya, ABŞ, Çin. ABŞ, Çin həm şəkər çuğunduru, həm də şəkər qamışı istehsal edir, yəni becərir. Pambıq lifli bitkidir. Əsasən yağlı bitkidir. Pambıq subtropik və tropikin təqribən 20-40 dərəcə şimal enlikləri arasında yerləşir. İsti dövründə belə deyək də, yetişmə dövründə isti, böyümə dövründə isə rütubət tələb edir. Demək olar ki, əkin sahələrinə görə Asiya öndədir.
Məsələn, burada dünyada pambıq əkinləri Braziliyada, Meksikada, ABŞ-da, ən çox da Asiya ölkələrində, sonra Avstraliya, Çin, Hindistan, Pakistan, Türkmənistan, Mərkəzi Asiya, Özbəkistan, Türkiyə, Misir, Şimali Sudan, bax bu kimi ölkələr fərqlənir. Deməli, hansılar oldu? Amerika qitəsindən ABŞ, Şimali Amerika və Cənubi Amerika qitəsindən ABŞ, Meksika, Braziliya, Avstraliya, Cənub yarımkürəsində, Afrika qitəsindən Şimali Sudan, Misir, Asiya qitəsindən isə deməli Şərqi Asiyadan Çin, Cənubi Asiyadan Hindistan, Pakistan, Mərkəzi Asiyadan Özbəkistan, Türkmənistan, Türkiyə, Cənub-Qərbi Asiya regionundan bura daxildir. Sonra yenə də ən böyük ixracçıları Yaponiyadır, Avropa ölkələridir. Bax, bu ölkələr ən böyük ixracçılarıdır. Sonra kətan var. Həm də bir də bizdə Dekan Braziliya yayləsi, bir də Kür Araz və Turan ovalığında da bunlar əkilir. Kətan nədir? Mülayim enliyin yenə də bitkisidir. Enli yarpaqlı və qarışıq meşə qurşağında yerləşir. Liflidir, texniki bitkidir. Əsas istehsalçıları yenə Rusiya, Ukrayna, Belarus, Polşa, Almaniya, Kanada, ABŞ. Yəni ABŞ-da həm kətan da var, belə deyək, həm şəkər qamışı, şəkər çuğunduru, bax bu kimi belə deyək, məhsullar burada nə olur? Yetişdirilir. Cut əsasən Cənubi Asiyada, Hindistanda, Şri-Lankada, Banqladeşdə və Pakistanda, yəni bu region üçündür. Toxuculuq sənayesində istifadə edilir. Burada da görürsünüz cutu. Sonra çay rütubətli zonada formalaşır. Tropik və subtropik iqlimdə becərilir. Əsasən Asiyadır, 5-də 3 Asiya verir. Əsas çayın istehsalçıları Çindir, Hindistandır, Şri-Lankadır. Yaşıl çaya görə fərqlənən ölkədir. Sonra İndoneziya, Türkiyə, İran, Kenya, Gürcüstan kimi ərazilərdə becərilir. İri ixracatçıları yenə Hindistandır, Çin, yaşıl çay var, Şri-Lankadır, yaşıl çay, İndoneziyadır. İri ixracatçıları burada Afrikada, Kenyada var. İri ixracatçıları yenə ABŞ-dır, ABŞ-dir, Kubadır, Meksikadır, Braziliyadır, Kolumbiyadır, Türkiyədir. Burada da becərilir. Daha doğrusu üzr istəyirəm. Burada ixracçıları Böyük Britaniya, Rusiya, ABŞ-dır, Kanadadır, yenə inkişaf edilmiş ölkələrdir. Bu isə tütündür. Tütünün əsasən belə deyək də vətəni Mərkəzi Amerika ölkələridir. Mərkəzi Amerika ölkələridir və bunlar xüsusilə də ABŞ-da, yenə ABŞ, yenə Kubada, Kuba adasında, Meksikada, sonra Braziliyada, bir də Kolumbiyada, bir də Türkiyə ərazisində tütün belə deyək becərilir. Bayaq dediklərimiz çaydır. Yəni çaya aid olan ixracçılar Böyük Britaniya, Rusiya, ABŞ, Kanadadır. İxracatçılar Hindistan, Çin, Şri-Lanka, İndoneziya, Banqladeş və bu kimi ölkələrdir. Sonra tütün yenə dedik ABŞ, Kuba, Latın Amerikası Mərkəzi Amerika ən ixracatçılarıdır, vətənidir. Kubadır, Meksikadır, Braziliyadır, Kolumbiyadır və Türkiyədir. Qəhvə tropikdir, subekvatorialdır, bu qurşaqların bitkisidir. Vətəni əsasən qəhvənin Efiopiyadır. Başlıca belə deyək də istehsalçıları Latın Amerikası ölkələridir. Deməli, bura aiddir Braziliya, Kolumbiya, Venezuela, belə deyək, bunlar daxildir. Və Asiyada da Hindistandır, sonra İndoneziyadır, bir də Hind-Çin ölkələridir ki, bu ərazilər əsasən qəhvə istehsalına görə, əkinlərinə görə fərqlənir. Və ixracçıları kimlərdir? Yenə ABŞ, Qərbi Avropa ölkələri, Rusiya bura daxildir. Sonra kakao. Kakaonun belə deyək də daha çox vətən Latın Amerikası ölkələridir. Yığımına görə Afrika ölkələrindən Côte d'Ivoire, Qana, Kamerun, Nigeriya fərqlənir. Latın Amerikası ölkələrindən yenə Braziliya, Ekvador, sonra Kolumbiya, Venezuela, Meksika fərqlənir. Başlıca ixracçıları yenə Amerika, Avropa ölkələri, Yaponiya. Yəni bu ölkələri çox görürük, çünki ixal əsaslı inkişaf edir sənayesi. Sonra kartof.
Kartof ikinci çörək deyilir. Vətən Latın Amerikası ölkəsidir. Burada yığımına görə yenə Çin, Hindistan, ABŞ, Polşa fərqlənir. Həm texniki bitkidir, belə deyək, tropiklərdə batabat şirin kartof əkinləri geniş yayılıb. Tropiklərdə batabat adlanan şirin kartof. Dünyanın ən belə deyək də, bir də burada qeyd var. Dünyada tərəvəz istehsalında Çin, fikir verin, tərəvəz istehsalında Çin, üzüm istehsalında İtaliya, banan istehsalında Braziliya, portağal, limon istehsalında ABŞ, zeytun istehsalında İspaniya, kauçuk istehsalında Cənub-Şərqi Asiya ölkələri, İndoneziya, Malayziya, fındıq istehsalında Türkiyə, çay, araxis istehsalında isə Hindistan birinci yerdədir. Fikir verin, bunlara diqqət edin. Deməli, çay, araxis Hindistan, fındıq Türkiyə, sonra kauçuk, təbii kauçuk Çin ölkələri Malayziya, İndoneziya, zeytun İspaniya, üzüm İtaliya, portağal, limon ABŞ, tərəvəz Çin. Bu da əlavə qeyd kimi öyrənə bilərsiniz. Sonra Heveya nədir? Heveyada kimya sənayesində fikir verin, bu ağac budur. Bundan alınan şirəsi kimya sənayesində istifadə edilir. Əsasən becərilməsi də elə Cənub-Şərqi Asiya regionudur. Vətəni isə Cənubi, belə deyək, Amerikadır. Fikir verin. Braziliya, Qabon, Kongo Demokratik Respublikası, Malayziya, sonra İndoneziya kimi ərazilər daha çox bundan əkir və burada bitir daha doğrusu. Fikir verin, bax burada cədvəldə də bir dənə keçdiyimiz bir dənə təkrar edək. Pambıq, Çin, ABŞ, Hindistan, Pakistan, Braziliya, Özbəkistan, Türkiyə, Misir. İdxalçıları ABŞ, Yaponiya və belə deyək, Qərbi Avropa ölkələri. Çay, Hindistan, Çin, Şri-Lanka, yenə Yaponiya, ABŞ, Qərbi Avropa ölkələri. Çox ölkə, çox təsərrüfatda hamısı belə deyək, idxal edir. Latın Amerikası ölkələri, xüsusilə Braziliya, Kolumbiya, Efiopiyada burada vətənidir. Kakao, Kativar, Nigeriya, Qana, Braziliya, kauçuk, Cənub-Şərqi Asiya, Malayziya, İndoneziya, bir də Braziliyada, kartof, Çin, Rusiya, Hindistan, ABŞ, Ukrayna, Polşa, şəkər qamışı, Braziliya, Kuba, Hindistan, buğda, Qazaxıstan, Rusiya, ABŞ, Kanada, Argentina, Uruqvay, Avstraliya, Hindistan, hətta Fransa da bura daxildir. Deməli, bu bitkiçilik coğrafiyasından bu qədər. Heyvandarlıq da bilirsiniz, kənd təsərrüfatının bir növüdür. Burada əsasən kənd təsərrüfatının iki yolla, intensiv və ekstensiv. İntensiv dedik ki, inkişaf etmiş ölkələrdə, ekstensiv isə inkişaf etməkdə olan ölkələrdədir. Bir də burada belə bir xəritəyə baxaq. Bəzi kənd təsərrüfatı bitkilərinə görə bayaq dediyimiz, məsələn, portağal, limon, banan, Braziliya, sonra kakao, zeytun, belə deyək, İspaniya, üzüm İtaliya, Türkiyə, fındığa görə araxis, Hindistan, təbii kauçukda İndoneziya, Malayziya fərqlənir. İndi burada fikir versək, deməli ekstensiv, intensiv dedik. Yəni məsələn intensiv təsərrüfat desələr, həmişə sən Şimali Amerikanı, Avropanı, Avstraliya, Yeni Zelandiyanı deyə biləcəksən. Ekstensiv deyəndə inkişaf etmiş ölkələrin adlarını çəkə biləcəksən. Burada deməli fikir verin, birinci maldarlıqdır. Qara malın sayına görə məsələn Hindistan, Braziliya, Argentina, Çin, ABŞ, Rusiya fərqlənir. Südlük və ətli istiqamətdə meşə çöl zonasında fikir verin. Fransa, Almaniya, İtaliya, Rusiya, Polşa, Ukrayna, Hindistan, Avstraliyanın şərqi ABŞ-dır. Fikir verin burada xəritəyə. Südlük və südlük ətli istiqaməti var. Bir də ətli və ətli südlük istiqaməti var. Yəni südü bir əsas olan, sonra ət, ikinci istiqamətdə ət olan, bir də var ətli əsas olan, bir də ki, südü ikinci istiqamətdə istifadə olunan maldarlığı var. Fikir verin, südlük daha çox inkişaf etmiş ölkələrdədir. Demək olar ki, bax, bu areallardır, meşə çöl zonasındadır. Burada da Hindistanda dini inanclara görə, yəni ətindən az istifadə edirlər, ancaq südündən istifadə edirlər. Və biraz da bu hissələrdə fikir verin, Afrikanın bəzi ərazilərində, ABŞ-ın, Avstraliyanın şərqində belə deyək, bunlar daha çoxdur.
Ətli istiqamət isə digər inkişaf etməkdə olan ölkələr, yəni digər inkişaf etməkdə olan ölkələr, məsələn, bunlara Ərəbistandır, yəni Mərkəzi Asiya ölkələri, Şərqi Asiya ölkələri, Hind Çin yarımadası ölkələri, Afrikanın çox ölkələri, Cənubi Amerikanın çox ölkələri, Avstraliyanın qərb hissələri ətli və ətli südlü istiqamətində inkişaf elətdirir. Burada yenə ətli maldarlıqda, yəni südlü dedik, ətli maldarlıqda mülayim və subtropiklərdə dağlıq ərazilərdə inkişaf etdirilir daha çox. Argentin, İspaniya, Portuqaliya, Afrika, Ərəbistan, Mərkəzi Asiya, Çin, Avstraliya bunlar daxildir. Bəs burada Qərbi Avropa ölkələrində xüsusilə də Norveçdir, Danimarkadır, Niderlanddır, sonra Fransadır, Böyük Britaniyadır, intensivdir. Əmtəlikdir, yəni satdıqdır. Məsələn, Holland pendiri ən bahalı pendirlərdən biridir, məsələn, mağazalarda. Əmtəlik Kanada, Yeni Zelandiyada fərqlənir bunlar. Saxlanma şəraitidir. Donuzçuluq. Dünya belə deyək də, donuzçuluq istehsalının ət məhsulunun 40%-ində donuzluğun payına düşür. Əsasən daha çox sıx məskunlaşma rayonlarına yaxın iri aqlomerasiyaların ətrafında olur ki, çünki bunlar daha çox kartof və şəkər soğundurun tullantılarından belə deyək, istifadə edirlər. Ona görə də yeyirlər, ona görə elə yerlərdə saxlanılır. Ən çox da Çində saxlayırlar. Çində donuzçuluq inkişaf edib. Burada da görürsünüz, Çinli xanımdır, donuzlarla selfie çəkib. Deməli, ölkələr üzrə Çindir, ABŞ-dır, Rusiyadır, Almaniyadır, Braziliyadır, Polşadır, Fransadır fərqlənir. Deyə bilərsiniz, ay müəllim, niyə görə Asiya ölkələrindən, yəni İslam ölkələrinə yoxdur? Təbii ki, müsəlmanlar bu heyvanın ətindən istifadə etmir, haramdır. Onlar hansıdır? Regiona baxaq, Şimali Afrika, Cənub-Şərqi Asiya, Mərkəzi Asiya ölkələri bura daxildir. Sonra qoyunçuluq geniş otlaq sahələrə malik olan ölkələr üçün bu xasdır. Daha çox quraq iqlimə malik olan səhra və yarımsəhra ilə belə deyək də inkişaf etmişdir. Qoyun sayına görə məsələn Avstraliya, Çin, Yeni Zelandiya, Rusiya, Hindistan, Argentina, Türkiyə, İran, Sudan, Boliviya, Çili, Peru, Əfqanistan, Monqolistan, Qazaxıstan, yəni yüksək dağlıq hissələr, bir də yarımsəhra belə deyək landşaftı, səhra landşaftı olan ərazilərdə inkişaf edib. Ətli istiqamətdə qoyunçuluq mülayim qurşaqdadır. Elə Avstraliya, sonra Avropa inkişaf etmiş ölkələrdə var ki, bunlar belə deyək, ətli istiqaməti. Yunluq istiqaməti isə elə yenə Avstraliya və Mərkəzi Asiyada inkişaf etmişdir. Türkmənistandır, Əfqanistandır, Özbəkistandır, bu kimi Mərkəzi Asiya ölkələri və Cənubi Asiya ölkələri, Cənub-Qərbi Asiya ölkələri zəif qaragül qoyunçuluğu inkişaf etmişdir. Bu da aiddir həmin ölkələrə. Türkmənistan, Əfqanistan, Özbəkistan bura aiddir. Stanlar bura aiddir. Sonra balıqçılıq sahəsi. Balıqçılıq 20-ci əsrdən sonra inkişaf edən və Atlantik okeanı şimalı və Sakit okeana da keçmişdir son dövrlərdə. Hazırda müxtəlif dəniz məhsulları belə deyək də dəniz mühitində saxlanılır. Bu marikultur təsərrüfat adlanır. Yəni dənizdə müəyyən bir sahə ayrılır və orada o balıqları xüsusilə çoxaldırlar. Bu marikulturdur. Bunlar daha çox Yaponiya, Çin, ABŞ, Avropa ölkələri bunlardan istifadə edir. Dənizdə və yaxud da quru sularda yaşayan heyvanların süni artırılan sualtı fermalarda akvakultur adlanır. Bunlar da elə Avropa ölkələri, yəni yüksək inkişaf etmiş Yaponiya, Çin, ABŞ, Avropa ölkələridir. Burada da Çində təbii ki, bu ehtiyatlar çoxdur. Balıqçılıq ümumiyyətlə bu balıq məhsullarının 6 ölkə, yarısı 6 ölkədən tutur. Yaponiyadır, Çindir, ABŞ-dır, Çilidir, Rusiyadır, Perudur, bu ölkələrdir dünya okeanına çıxışı olan. Balıq ovunun 67% Sakit okeanda, 27% Atlantik okeanda, 6% isə Hind okeanının payına düşür. Dünyada ən çox balıq ovlayan və balıq məhsulları istehsal edən ölkə Yaponiyadır, yadınızda saxlayın. Balina ovuna görə isə Perudur, ABŞ-dır, Çilidir, bunlar fərqlənir. Meşə zonasında yayılan ölkələrin meşə təsərrüfatı və ov təsərrüfatçılığı da inkişaf edib. Bu ölkələrdən Kanada, ABŞ, Rusiyanı misal göstərə bilərik. Burada da görürsünüz balıq ovları, balıqların sayı. Quşçuluq sürətlə inkişaf edən, qısa müddətdə tələbatı ödəyən, iri şəhərlərdə, iri təsərrüfat belə deyək, təsərrüfatların əsasən
tez bir zamanda ödəyən bir sahədir. Dünyada istehsal olunan ət məhsullarının həcmi quşçuluğun payı artır son dövrlərdə. Quşçuluq xüsusilə də broiler quşçuluğu iri aqlomerasiyaya yaxın yerləşdirilir. Arıçılıq dağ, subalp alp çəmənliklərində Boliviya, Peru, Qırğızıstan, bunların qurşaqlarda isə Ukrayna, Moldova, Polşa kimində inkişaf edir. Yəni yüksək dağlıqda arıların yaşayışı üçün inkişaf var. Dağlıq, orta dağlıq hissələrdə. Baramaçılıqdır. Çindir, Hindistandır, Indoneziyadır, Hind-Çin ölkələrində, Mərkəzi Asiya ölkələrində yüksək inkişaf etmişdir. Bir də burada sonda heyvandarlığın əsas istiqamətinə baxın. Demək, heyvandarlıq südlük, ətlik, südlük istiqaməti var. Deməli, südlük istiqamətində olan inkişaf edən ölkələrdə əsasən yem ehtiyatı olaraq yaşıl ot, siloz daha çox üstünlük təşkil edir. Ətli istiqamətində olanlarda isə əsasən quru ot, saman daha çox belə deyək, inkişaf edir. Və istehsal olunan məhsul südlü, ətli istiqamətdə süd, ətli istiqamətində isə ət olur. Bunu da yadınızda saxlayın. Bu belə deyək, mövzuna da diqqətlə hər bir detalını incələyin. Oldu. Sağ olun, salamat qalın.